Fani dünyada ölümsüz olan bir tek şehitlerdir buyurur Yaradan. Bu uca məqama yetişib onlar keçərək ən əziz canlarından. Şəhid məqamını dərk etməz bəşər, dünya imtihanında onlar müzəffər. Kimlər unudulub yaddan çıxsa da, onları anacaq daima qəlblər. Dünya həyatı bizə axirəti qazandıran bir imtihan meydanıdır. Bu həyat əbədi deyil. Necə ki, ana bətnində qalmaq bizim son durağımız deyildi, dünya da əbədi bir məkan deyil. O sadəcə bir körpüdür, bir bazardır. Əsl yurdumuz isə axirət yurdudur. Allah Cəllə Cəlaluhu Quran-ı Kərimdə buyurur ki, وَلَلْ əxirətu xayrun ləkə minəl ulə. Axirət həyatı digərindən sənin üçün daha xeyirlidir. Dünya insanı cənnətə layiq hala gətirən bir imtihan yeridir. İnsan cənnəti bu dünya həyatında qazanır. Burada qazandığımız hər əməl, hər fədakarlıq axirətdə bir nemət kimi qarşımıza çıxacaq. İnsan bu dünya həyatında sanki bir ticarətçi kimidir. Malımız, canımız, Allahın verdiyi bizə hər bir şey bir sərmayə hökmündədir. Və insan bu sərmayəsi ilə sanki əbədi həyat üçün alış-veriş edir. Bu dünyada Allah üçün nəyi veririksə, axirət həyatında onun qarşılığını görürük. Allah üçün nəyimizdən keçiriksə, axirətdə o bir nemət halında qarşımıza çıxmış olur. Lakin bütün bu sərmayələr içərisində ən qiymətlisi insanın canıdır. Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Əstəğfirullah, İnna Allah əştərə minəl mu'mininə ənfusəhum və ənvaləhum bi ənə ləhum cənnə. Allah müminlərin canlarını və mallarını onlardan cənnət müqabilində satın aldı. Bəli, bu dünya bazarında ən qiymətli sərmayə insanın canıdır. Allah yolunda canını fəda edən kəs, şəhid olan kəs əslində ən böyük qazancı əldə etmiş olur. Çünki Allah yanında ən yüksək məqama, şəhidlik zirvəsinə, dirilik zirvəsinə ucalır. Bizim coğrafiyamız müsəlman yurdudur. Körpələr daha ilk sözlərindən Allahı, Peyğəmbəri öyrənir. Qəlblərinə iman sevgisi dolur. Və vətən müharibəsində igid əskərlərimizi ölümün gözünə dik baxmağa, qorxmadan irəli atılmağa vadar edən də qəlblərindəki bu duyğu idi. Onlar yalnız torpaq üçün deyil, Allahın rızasını qazanmaq üçün də döyüşürdülər. Zəfər Allahdandır. Bizə torpaqlarımızı qaytaran Rəbbimizdir. Lakin bu dünyada əldə edilən zəfərlərdən daha böyük zəfər varsa, o da əbədi cənnət zəfəridir. Allah yolunda canından keçənlər, şəhadət məqamına ucalanlar həmin əbədi zəfərə qovuşurlar. Şəhidlik elə bir uca məqamdır ki, insan ağlı onu dərk edə bilmir. Rəbbimiz Quran-ı Kərimdə buyurur, Əstəğfirullah, وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتٍ بَلْ أَحْيَاءٌ وَلَكِنْ لَا تَشْعُرُونَ. Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Başqa bir ayədə isə buyurur ki, Allah وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ. Allah yolunda öldürülənləri ölü zənn etmə. Onlar diridirlər, Rəblərinin huzurunda ruzilendirilirlər. Şəhidlər Allah dərgahında diridirlər. Cənnət nemətlərindən bəhrələnirlər. Onların ruhları yaşıl quşların içində olduğu söylənilir hədis-i şərifdə. Cənnət çaylarından içir, meyvələrindən yeyir və Allahın arşının altında dincəlirlər. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, cənnətə girən heç bir kimsə bu dünyaya qayıtmağı arzu etməz. Yalnız şəhid Allah yanında gördüyü böyük ikram və dərəcələrə görə dünyaya dönüb 10 dəfə şəhid olmağı arzu edər. Başqa bir hədisində isə buyurur ki, Allah şəhidin qul haqları xaric bütün günahlarını bağışlayar. Bəli, şəhidlik insanı günahlardan təmizləyən, ruhunu əbədi nurla işıqlandıran bir məqamdır. Tarix boyu saysız möcüzəvi hadisələr yaşanıb ki, şəhidlərin diri olduğunu bir daha göstərir. Bir daha bu hadisələr göstərib ki, şəhidlərin ruhu diridir. İllər sonra qəbirlərdən çıxarılan şəhidin bədəninin çürüməmiş halda qalması
yarasından qan damlaması, bu hamısı Allahın ayələrdə dediyi həqiqətin gözlə görülən sübutudur. Bu gün də hansı şəhid anası ilə danışsanız, övladının ölmədiyini, daim yanında olduğunu hiss etdiyini söyləyəcək. Çünki şəhidlər həqiqətən də diridirlər. Onlar yalnız Allah dərgahında deyil, insanların qəlblərində də daim yaşayırlar. Şəhidin adı ölməzdir. Onlar torpaqlarımıza nur, ruhlarımıza ümid, gələcəyimizə də güc verirlər. Allahın izni ilə. Rəbbimiz bütün şəhidlərimizə rəhmət etsin. Onları Peyğəmbər sallallahu aleyhi və səlləmə qonşu etsin və bizləri də onların yolundan ayırmasın və bütün şəhid analarına, atalarına, yaxınlarına da bol-bol səbir bəxş etsin. Amin.